Keçirilmiş qrip xəstəliyi və yaxud da soyuq dəymədən 1-2 ay sonra əgər yenə də üşütmə, titrəmə şikayətləri davam eləyirsə, mütləq şəkildə kardioloqa müraciət eləyin. Son dövrlərdə çox təəssüf ki, çox rastladığımız hadisələrdən biri də ürək qapaqlarının infeksion zədələnməsidir. Bu xüsusən qrip virus infeksiyalarından sonra çox rast gəlir. Bunu ancaq biz rutin müayinələrdə, yəni exokardioqrafik müayinədə aşkarlaya bilirik. Pasientlər 1-2 ay əvvəl qrip infeksiyası və yaxud da möhkəm soyuq dəymə keçirmiş, hətta pnevmoniya olunmuş xəstələrdə müraciət zamanı tənginəfəslik müraciəti ilə gəlirlər və aşkar eləyirik ki, ürək qapaqlarında bir infeksiya ocaqları vardır. Fonda gördüyümüz exo müayinəsində də 75 yaşlı kişi xəstədir. Dediyimiz şəkildə 1-2 ay əvvəl soyuq dəymə keçiribdi. Əslində heç özü də xatırlamırdı. Sadəcə qapaq üzərində biz o infeksiya ocağını görəndə sorğuladığımızda özü də təsdiqlədi ki, belə bir soyuqlaması olubdu və bu vaxta qədər də ara-sıra üşütmə, titrəmə şikayətləri müşahidə olunubdu. Bu cür qapaqlar əslində ciddi antibiotik terapiyaya gərəkli olan qapaqlardır və artıq zədələnmiş qapaqlar olduğuna görə bu xəstələri biz aşkarladıqda mütləq şəkildə həm kardiocərrahin konsultasiyasına yönləndiririk, həm də ciddi bir antibiotik terapiyaya başlanmalıdır. Əks halda həmin infeksiya ocağı bütün orqanizmə yayılıb sepsisə səbəb ola bilər. Ona görə də keçirilmiş hər hansı bir qrip, soyuq dəymə, pnevmoniyadan sonra əgər sizdə də üşütmə, titrəmə, tez yorulma, tənginəfəslik, gecələr çox tərləmə şikayətləri varsa, mütləq şəkildə bir kardioloqa da müraciət etməyiniz məsləhətdir.